Sonunda kursorun mövqeyi robototexnika sözünün Y hərfindən dərhal əvvəldir. Kursorun mövqeyini nəzərə alaraq verilmiş əmrləri ardıcıl icra etdikdən sonra hansı simvollar ardıcıllığa alınır? Baxaq, deyir Y hərfindən dərhal əvvəldir. İlk olaraq 3 dəfə delete basmamızı istəyir. Delete nə edir? Kursordan sağdakı simvolları silir. Backspace-də deyir 4 dəfə bas. Backspace də kursordan soldakı simvolları silir. Daha sonra deyir ki, 3 simvol sağa keç. Yəni kursorun mövqeyini 3 simvol sağa doğru dəyişdir və 3 dəfə backspace-ə bas. Daha sonra deyir home-a bas. Home nə edir? Sətrin əvvəlinə gəlir. Daha sonra deyir 2 dəfə delete kliklə. Yəni ki, nə et? Sağdan 2 dənə simvolu sil. Sonunda nəticəmiz gördüyümüz nədir? Sadəcə bir dənə B hərfidir ki, bu da bizdə D variantına uyğun gəlir. Deməli cavabımız B-dir.